Xanım, sizdə polip var cümləsini indiyə qədər yəqin ki, bir çox xanım eşitmişdir. Gəlin görək bu polip nədir axı? Polip uşaqlıq boşluğunda və ya uşaqlıq boynunda əmələ gələn kiçik toxuma çıxıntısıdır. Kiçik görünsə də təsiri böyük ola bilər. Ən çox rast gəldiyimiz yerlər endometrium və serviksdir. Bəzən qadın illərlə polip daşıyır, amma heç bir simptom hiss etmir. Yəni polip həmişə xəbərdarlıq etmir. Amma əgər qəfil qanamalar başlayıbsa, eləcə də aybaşı arası qanamalar varsa, menstruasiya nizamsızlaşıbsa və ya səbəbsiz ağrılar yaranırsa, bu artıq xəbərdarlıq siqnalı ola bilər. Polip böyüdükcə həm narahatlıq yarada, həm də hamilə qalma şansını azalda bilər. Buna görə də vaxtında diaqnoz və müalicə həyati önəmlidir. Ən vacibi isə polip aşkarlandıqda öz-özünə keçməsini gözləməyin. Çünki o öz-özünə keçmir. Müalicə metodu isə cərrahi yolla baş verir. Çıxarıldıqda isə həm sağlamlıq, həm də gələcək analıq şansımız qorunmuş olur.